Bazara düşdük. Tez bir dənə belə balon qatıq aldım. Təzə qatıq. Belə 1 kilo pomidor. 1 kilo yox, 3 manatlıq da elə bir qəşəngdir. Qəşəng xiyar var idi, 4 kilo aldıq. Ondan sonra bir də pomidor almışdıq. Bu pomidor. Mən heç bunu sevmirəm. Bu 1.50 idi, bu 2 manat idi. Bundan 2 manatlıq, bundan 3 manatlıq. Belə kəvər, turp, kişniş. Sonra belə bir dənə kahab. Biz sevirik. Daha sonra xırda soğan salat üçün. Ondan sonra və baxın, balaca bu 2 manat vermişik. Balaca balıqlarda amma hisə verilmiş. Bu. Sonra bir dənə çörək. 1 kilo alça. Uşaqlar üçün. Daha sonra kilo yarım ciyər. Toyuq ciyəri, bir dənə böyük toyuq. Belə. İndi bunları yerləşdirim, ciyərtiləri yiyum. Hər vaxtınız xeyir olsun. Bugün günün ikinci yarısı başlamışam çəkilişə. Belə bir kartof qoymuşam, kartof qızardıram. Çay qoymuşam, dəmləyəcəm. Daha sonra toyuq da qızardacam. Axşamın menyusu kartof, toyuq. Bir də keçən gün pendirli etmişdim. Yəni şorlu, tvaroklu, qarışıqda, cüyərtili. O börəkdən istəyirəm lavaşda etmək. Keçən gün dadı damağımızda qaldı. Uşaqlar istəyir. Amma az, bu dəfə lap deyirlər, içinə az qoy da. Yəni o qədər də bol istəmirlər. Belə başlayaq işlərimizə. Şimdi qəşəng yağlamışam. İndi lavaşımı açım, başlayayım börəyimi eləməyə. Qəşəng burada hazırlamışam özüm üçün. Bu qatıq, 2 ədəd yumurta, duru yağ. Orada da bankada düzəltmişəm. Tvarok var idi içində. Elə biraz pendir dovaqaladım. Bir də şüyüd doğradım. Belə bir alırıq yenə. Həmişəçi qayda ilə. Belə qəşəng. Hər tərəfindən yumurta qatıq qarışımı çəkirəm. Süd də əlavə eləyə bilərsiniz. Mən yumurta qatıq duru yağdı hal-hazırda. Keçən səfər süd də əlavə eləmişdim. Amma indi süd buzlamadan. Belə edirəm. Daha sonra çıxardıram. Etdikdən sonra bunu belə bükürəm. Bu dəfə belə burmayacağım. Bu dəfə belə istəyirəm uzun-uzun yığmaq. Digəri də buradan bayana qoyacağım. Baba. Elə bir şey olmaz. Düzdür, girmədiyi bir dənə dərmə, deşik. Heç nə yoxdur da, heç nə. İkincini eləyirəm. Patfala qədər girib. Hər yerə. Girmədiyi bir dənə yer yoxdur. Bunu da bükürəm. Akuratlı. Daha sonra yine yerləşdirirəm. Həmçi qaydada. Belə yerləşdirirəm. Birində oradan bükəcəm bunu. Toyuğumuz da qızarır orada. Kartofumuzla.
Ne kadar karıştırmışsansa əziz yetmiş səni var gibi. Doşka. Evet. Evet. Karışmış. Züyska, yağışa baxırsan? Hamısını edib bitirdikdən sonra bu qalan qarışımı da üzərinə çəkirik. Belə börəyimi hazırladım. İndi qoyuram bişməyə. Qəşəng tipik pişsin. Mən də digər işlərimi görüm. Baxın, börəyim hazır oldu. Belə. Ayliş, sakit ol quzum. Belə çox qəşəng qızartdım. Keçən səfər ağ götürmüşdüm. Mən belə qızarmış xoşlayıram. Baxın. Belə xoşlayıram. Salat da eləmişəm. Ki əsəbi. Ben okşamazsın. Ben okşamazsın koyayım. Qoymur, bax, heç yerinə qoymur əl vurmağa. Əl vurma. Zuzi, əsəbi də eləmə. Neysə, sözüm yarımçıq qaldı. Belə göyərti salatı qoymuşam. Belə pomidor xiyar elədim. Daha doğradım, daha doğrusu. Bir de gelsin. Yeməyim də hazır. Yoldaşım gəlsin. Yoldaşım da gəlsin inşallah. Birlikdə yemək yeyəcəyik. Deyim, podvaldan kompot da çıxartsın. Belə də bunu Aylin hazırlayıb. Atasının sevdiyi bu konfet. Onu qoyub. Bir də belə şirniyyatlar yığıb bura ki, yeməkdən sonra çay içək. Küsü. Bak. Yeməkdən sonra çay içək və mən bugün su gəlməkdən evdə təmizlik edə bilməmişəm. Çayı da qoymuşam orada ki, qaynasın. Daha sonra dəmləyəcəm. Çaniki də yudum, içinə dəm atdım. Və belə, indi yavaş-yavaş yoldaşımı gözləyirəm. Vaxtım var. Xaladan ki, belə silmişəm. Dedim, indi buraları da silim. Yeməkdən sonra da tostların işini edəcəm. Paltar yağını da qoşmuşam. Qəşəng Yusuf'un paltarları, ancaq uşaqların da paltarları da. Dedim, nə qədər vaxtım var, boş dayanmayayım. Silim buraları biraz. Bugün az təmizlik etmişəm. Yəni silgi işi etməmişəm. Elə ancaq yığışdırmaq. Sər tez paltar yağını qoşmuşdum. Paltar yağını qoşmuşdum. Yudum. Bir reis onları sərmişəm. Nə bilim, həyəti yumuşam. O qədər toz var bugün. Belə bilməm neyin etləmir. Dəmir qab yağın qalıb. Onu da silək. Çay kaynadı. Fidoş söndür, durmayayım ben bir de. Söndürebilseydim. Sağ ol. Olmuş çok tutmuş. Da sileyim. Gelmiş ya. Tez ol. Ben sildim oranı da. Dene bak. Aslında temizdi her gün. Silirəm. Sadece yine buradan istəkan zat götürürük. Əliz olur. Belə aspiratoru da silmişəm. Bunu da sil. Burada elə bir sinəsi yer qalmadı.
Çay atmışam. Dəmliyim. Zevkliydi. Kuxnada elə bir işim qalmadı. Dəngirlər tozlanacaq yeməkdən sonra. Və salam. Yeməyim də toyuq kartof belə hazırdır. Bağlayım çay soymasın. Bu qızım da indi də deyir qarnım ağrıyır. Mən əsəbləşirəm. Ayağıma corab giyin də quzum. Niyə çıxartdın yenə corabını? Ha? Oh, sənə qurban olum. Gəlmişəm zala. Burada da yenge tosoran işim var. Bunu Aylin bura gətirib qoyub. O qədər oynayır bununla. Çox xoşuna gəlir. Görmüşdür də bunu. O qədər oynayır maraqla. Nə qədər də içində qoşa. Şəkil çəkməyə gəldim. Qoy evi toslayanım. Sonra çəkərsən xalalara göstərərəm. Görüm sən nə çəkirsən. Çox qəşəng oynayır. Buranın da hələ süfrəsini yumuşam. Sərməmişəm amma burada da qalıb. Baxın vəziyyətə. Adiyal yerdə. Bunu da ora sərmişdim. Bilirsiniz də. Kuxuya sildim. Sonra qurumağa belə qoymuşdum. Bura indi qatlayıb qoyacağım yerinə. Gözümü yorur. Nəsə kuxunada uyumuşdum. Kuxunada heç nə sevmirəm də. Onsuz da istəyirəm ağ qalsın elə. Bunları göstərmişdim sizə. Dayım qızının qızı evləndi. Onun xınasında vermişlər qızlarıma hərəsinə bir dənə. Belə. Allah xoşbəxt eləsin. Allah mehriban eləsin. Bəxtəvər eləsin. Kiçik bir mərasim keçirildi. O qədər də böyük olmadı. Bir həftə olar hardasa. Birdən bura tostoran çəkeyim. Görərsən bunlardan da bax canım qurtulacaq. Hələ arxasını alıb gətirir Aylin. Bu da ədyala qatdalayım. Onu yerinə qoyum. Bəs salam. Ümumən kuxnamız da tərtəmiz. Yemək yeyildi, çay içildi. Qəşəng tosoranadı. Sildi, qablarımı yudum. Digər otaqlarımızı da tosoranamışkən istədim tosoranayım. Onları da elədim. Hər yer oldu tərtəmiz. Buranın işığını söndürürəm. Gecə belə qalır.
Son. Keçək digər otaqlara. Buralarda da ümumi hər şey təmizdir. Biraz yerlərin üstündə uzanıblar. Amma yerləri qəşəng tozlanadım. Tozları aldım, səliqəyə saldım buraları. Hamısını. Ona görə də səliqəlidir. Belə. Hala danışanda nəfəs ala bilmirəm. Çətin oluram. Buranın işini söndürür, gecə bu yanır. Geldim yine zala. Ben televizyon koşum. Açılsın. Ne yaman bulandık düştü. Biz de evcili. Bu niyeyse taş oynayıp yerini. Arkamdan gezen bir nefer. Deməli belə. Bir dənə istəyirəm YouTube'da nəsə qoyun baxam. Bir yarım saat daha sonra gedib yataq. Bu videonu da burada bağlayım. Növbəti bir videoda, vlogda görüşmək ümidiyle inşallah. Sağ olun. Görüşürüz. İnşallah Allah amanında. Hələlik. Sağ olun.